Deyirlər, İslamın ən böyük bayramıdır Qədir-Xum. İlahi dəyərlər, Allahın kəlamı, Allahın dini ki, yer üzünə nazil olur kitab şəklində, onun yeganə icra yolu Allahın seçdiyi şəxsin qüdrət sahibi olmasındadır. Quran-ı Kərim məsumun başçılıq etdiyi düzən vasitəsilə icra oluna bilər. Məsumun başçılıq etdiyi düzənin, sistemin insan ruhunda gördüyü işi, funksiyanı heç nə icra eləyə bilmir. İnsanların mənəvi dəyərlərə münasibətini bilmək istəyirsənsə, nə namazına bax, nə orucuna bax, nə ibadətinə bax, hətta düzlüyünə də baxma. Allahın vəlisinə münasibətinə bax. O yalan sözü deyirlər, əsas dəyərlərə bağlanasan, dəyərlərə bağlanmaq əsasdır. Sənin bütün səmimiyyət dərəcəvi, dəyərlərə bağlılıq dərəcəvi həmişə yoxlamaq üçün bax gör, sən o dəyərlərin daşıyıcılarına münasibətin nədir? Dava